Salam değerli izləyicilər, Koti kimi tanınan TikToker Zeynəb Zeynallı həbs edilib. Qafqaz İnfonun əldə etdiyi məlumata görə Koti bu dəfə Baş Prokurorluğun cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən inzibati məsuliyyətə cəlb edilib. Qərarda yazılıb ki, 25 yaşlı Zeynəb Zeynallı Cis Koti adlı səhifəsində əxlaqsız ifadələr, söyüşlər səsləndirib. 300 min nəfərə yaxın izləyicisi olan səhifə üzərindən cəmiyyətə qarşı açıqca hörmətsizlik edib. Bu hərəkətlər də sosial şəbəkələrdə kütləvi nümayiş etdirildiyi halda xırda xuliqanlıq hesab edilir. Koti özü də məhkəmədə təqsirini etiraf edib, deyib ki, çox aqressiv biri olduğu kimi, deməli, onun barəsində mənfi fikirdə olanları elə sosial şəbəkə üzərindən təhqir edib. O, həmçinin İnzibati Xətalar Məcəlləsinə sosial şəbəkələrdə cəmiyyətə hörmətsizliklə bağlı yeni maddə əlavə edildiyini bilmədiyini deyib, bir daha bu cür hərəkətlər etməyəcəyinə söz verib. Hakim onun geniş izləyici kütləsinin olmasını və nalayiq paylaşımları dəfələrlə təkrarlamasını əsas gətirərək 8 günlük həbs edilməsinə qərar verib. Koti məhkəmə zalından birbaşa saxlanılma məntəqəsinə aparılıb. Qeyd edək ki, Zeynəb Zeynallı bundan əvvəl dəfələrlə inzibati məsuliyyətə cəlb edilsə də, bu onun ilk həbsidir.